Bu gün valideynlərin ən böyük problemi uşaqları yetişdirmək yox, uşaqları böyütməkdir. Yəni fiziki olaraq onun yeməyini, paltarını, təhlükəsizliyini təmin eləmək, amma daxili olaraq onun nə hiss etdiyini, nə düşündüyünü, nə cür empati quracağını bilmirlər. Valideynlər əsasən idarəedici modelin üstündə dururlar və həmin o model uşaq böyüyəndə nə baş verir? Münasibətlərdə problem başlayır. Heç kəs fərqində olmur ki, həmin münasibətlərdə olan problemlər əslində uşaqlıqda yaşadığı problemlərin nəticəsidir. İdarəedici modeldə valideyn nə edir? Qaydalar qoyur və heç bir izah vermir. Bu qaydalar hansı səbəbədir? Və yaxud da uşaq dinlənilmək əvəzinə uşaq sakitləşdirilir. Uşağın bütün duyğuları bastırılır. Məsələn, uşaq ağlayanda sakit dur, yenə bezdirdin, yenə falan filan deyilir. Amma empati hissi olanda nə olur? Empati duyğusu yaradanda nə baş verir? Sən ağlayırsan və mən bilirəm ki, bayaq incidin deyə ağladın. Gəl aydınlaşdıraq görək, niyə incidin? Sənə bu şeylər niyə təsir elədi? Və yaxud da mən anlayıram, sənin əlindən oyuncağın alındı deyə sən indi ağlayırsan. Burada nə baş verir? Burada baş verən məsələ uşağın həm emosional, həm də düşünən beyninin inkişafına yol verir və uşaq yetişir. Biz uşaqları yetişdirməliyik, böyütməli deyilik. Onsuz da uşaqlar fiziki olaraq böyüyəcək. Amma hansı travmalarla və hansı formada böyüməyi isə bugünkü valideynlərin üstündə olan ən böyük yükdür və valideynlər bir şey bilməlidir ki, onlar diktə edici tərəf yox, bələdçi tərəf olmalıdırlar. Yəni yol göstərən. Valideynlər uşaqlarını böyüdərkən anlamalıdırlar ki, onlar müəyyən bir yaşa gəlib çatanda cəmiyyətə yararlı bir övladlar olsun, nəinki ziyanverici və münaqişələr içində keçən bir ömür